Salam, hörmətli yoldaşlar, şagirdlər. Bugün sizlərlə RFM 2026-cı il birinci tur imtahanına baxacağıq. Deməli, birinci sualımızda mənim şagirdim Nilüfərin kitabçasıdır. Baxaq görək indi yoldaşımız necə yazıb. Deməli, verilmiş modeldən istifadə edərək X ilə xlor arasında yaranan birləşmənin formulunu müəyyən edin. E, Yoldaşlar, burada yəni bu tip birləşmələrdə, bu tip görünən, yəni belə deyək, quruluşda biz formulu müəyyən edə bilmək üçün atomların nisbətinə baxmalıyıq. Düzdür, biz indi elə bu belə deyək, yaş çərçivəsində ion quruluşlu və sair maddələrin indi kristal qəfəsi ilə bağlı bir məlumata malik deyilik. Ona görə formalini sadəcə eləyəcəyimiz şey atomların nisbətini tapmaqdır ki, X atomunun sayını, baxıram yoldaşımız burada sayıb, yəni bu X metalı nədirsə ondan sayıb 24 dənə, yaşıl digərindən də sayıb deməli 48 dənədir. Təbii ki, bunu indi bir-bir saymaq əvəzinə baxırsan ki, burada 4 dənədir. Bu 4 dənədən ta neçə dənə sətirdə var? Yoldaşımız bu formada sahib ki, qoy rahat olsun. Deməli 4 4 4 4 hamısı 4 4 gedir də, hə. 1 2 3 4 5 6 dənə sütun 4 vur 6 eləyir 24. 24 dənə X var, 48 dənə də xlor var. 24-ün 48-ə, yəni 1-in 2-yə nisbətindədir. Onda X xlor 2 formulu doğru olacaq. Hansı elementlərin simvolu doğru göstərilmişdir? Deməli, fosfora F veriblər, səhvdir. Natriuma N veriblər, səhvdir. Karbona C veriblər, doğrudur. Kalsiyuma Ca doğrudur. Silisium S veriblər, bu kükürtdür, səhvdir. Misə CO veriblər, düzgündür. Mis belə yazılır. 2, 4, 5. Afərin Nilüfər. Deməli, üçüncü sualımızda nüvə yüklərinin və kütlə ədədlərinin azalma ardıcıllığı ilə deyir yazın. Yoldaşlar, birinci növbədə bir sırasında nüvə yüklərinin. Nüvə yükləri proton sayı deməkdir. Proton sayı bərabər nüvə yükü, yəni. Onda nüvə yüklərinə baxsaq, X-in nüvə yükü A-dır, Y-in nüvə yükü A plus 1-dir, Z-in nüvə yükü A plus 2-dir. Onda nüvə yüklərinin nə qarması azalmasıdır, azalma ardıcıllığı. Nüvə yükləri Z, Y, X sırasında azalır. Elə ki B düz gəlir, əla. Dolayısıyla da deyir ki, kütlə ədədlərinin azalma sırası. Baxın, kütlə ədədləri də yoldaşlar, Z-in kütlə ədədi B plus A plus 2-dir. Çünki kütlə ədədi neutronla protonun cəmidir. Z üçün A plus B plus 2-dir kütlə ədədi. Y üçün A plus 1, B plus 2, yəni A plus B plus 3-dür kütlə ədədi. X üçün isə A plus B-dir kütlə ədədi. O zaman kütlə ədədlərini müqayisə eləsək, Y böyük olacaq Z-dən, o da böyük olacaq X-dən. Əla Nilüfər, əla, B doğrudur. Getdik, deməli, dördüncü sualımıza. 3 fərqli süxur nümunəsi üzərində sınaqlar aparılır. X nümunəsi əsasən məsaməli olub, bərkliyi nisbətən azdır, çökmə. Y nümunəsi sərt və davamlı olub, əsas tərkib hissəsi silisium O2-dir. Bəli, maqmatik süxurlarda əsas tərkib hissə silisium O2 yoldaşlar. Əsas tərkib hissəsi də kalsium karbonat olub, davamlılığı və bərkliyi nisbətən yüksəkdir. Metamorfik süxur. Bu da doğru verib. Z nümunəsinə deyir ki, mərməri misal göstərmək olar. Mərmər qneys, bəli, bu gedər. Y nümunəsi maqmanın soyması ilə yaranan obsidian ola bilər. Bəli, maqma, deməli, yer səthinə çıxan lava, maqma, bunlar soyuyanda maqmatik süxur yaranırdı. Maqmatikə də obsidian, bazalt, bunları misal göstərə bilərdik. Deməli, B-də doğrudur. C, X nümunəsinə qumdaşı misal göstərmək olar. X nümunəsi nə idi? Çökmə. Hə, çökmədə əsas tərkib silisium O2 olduğu üçün orada da götürmək olar. Y tədricən müxtəlif süxurların sıxılmasından əmələ gəlir. Y nə idi? Bir dənə baxım. Y maqmatik idi. Hə, Y maqmatikdirsə, orada axı deməli metamorfik süxurlar mövcud süxurların tədricən sıxılmasından yaranır da. Ona görə metamorfik süxur olmalıdır. D-ni səhv veriblər. D səhvdir, yəni cavab düzdür.
X deməli, su ilə homogen qarışıq, Y suspenziya, Z emulsiya əmələ gətirir. X, Y, Z maddələrini müəyyən edin. X su ilə homogen qarışıq. Baxaq görək, X su ilə homogen qarışıq yaradırsa etil spirti, əla. Y deyir su ilə suspenziya yaradır. Suspenziyadırsa bərk bir maddə suda həll olmamalıdır. Təbaşir tozu tam doğrudur. Emulsiya isə maye bir maddə suda həll olmamalıdır. Buna da bitki yağı, neft göstərə bilərik. D bəndi doğrudur, əla. 6-cı sualımızda deməli, yoldaşlar, burada A, bununki A plus 1'dir deyəsəm, bununki da A plus 2'dir, bu da A'dır. Kütlədətləri. Orta kütlədə də bizə 64 verilib. Deyir ki, X elementlərinin cədvəldəki kimi orta ağırlıq izotoplarının, orta ağırlıq izotop atomların sayı digər izotop atomların hər birinin sayından 2 dəfə çoxdur. Yəni, orta olan kütləsi A plus 1'dir. Bu digərlərindən 2 dəfə çoxdursa, onda buna 25%, buna 50%, digərinə də 25%. Yəni orta olan ikisinin biri A'dır, biri A plus 1'dir, biri A plus 2'dir. A plus 1 içlərində orta olandır da. Bunu elə bir ki, kütləsi biri ən azdır, biri ən çoxdur. Orta olan da A plus 1'dir. Bunu 50%, digərlərini 25-25 götürmək olar. Və bunu da deməli, bunu da hesablamaq üçün nə edəcəyik yoldaşlar? Deməli, hər birinin faizini kütlə ədədlərinə vurub böləcəyik faizlər cəminə. Amma faizlər, bu böyük rəqəmlər sizi yormasın deyə dərsdə hər dəfə qeyd edirəm ki, yəni bunu sayla da işləmək eyni şeydir. Yəni 25, 50, 25, bir dənə bundan olanda, iki dənə bundan olanda, bir dənə bundan. Yəni 1, 2, 1 nisbətində deməkdir. O zaman bunu 1, 2, 1 üzərindən işləsəz daha rahat olar sizə. Yəni X-in kütlə ədədini 1-ə vurasınız. Yəni A vur 1 eləyər A, üstə gəlinsin. X A plus 1'dir. A plus 1 vuraq 2, A plus 1 vuraq 2, üstə gəlinsin. Deməli, o birisininki A plus 2 vuraq 1. A plus 2 vuraq 1. Bunların üçünü də hesablayıb bu formada bölərsiz 4'ə. Çox bax, belə eləsəz, biraz işiniz yüngülləşər. Məsələn, yoldaşımız düzdür, eləyib burada, yəni problem yoxdur. Yəni yoldaşımız, yenə deyirəm, baxın, 25 ilə işləyib, 25'i vurarsınız A'ya, 50'ni vurarsınız A plus 1'ə, 25'i vurarsınız A plus 2'yə. Böyük rəqəmlər sizi yorar imtahanda. Vaxtınız gedər, yorar boşu-boşuna. Ona görə də, yəni 25, 50, 25, 1, 2, 1 nisbətində deməkdir. O zaman hərəsini öz sayına vurub, sayları cəmlə 4'ə bölsəz də eyni məntiq, eyni işləmdir. O da bərabərdir 64 yazırsınız cavabda. Buradan da avtomatik olaraq yoldaşımızın gedişatı tam-tamına doğru olduğu üçün inanıram ki, doğru cavab tapıb, yəni. Çünki gedişat tamamilə doğrudur. Baxım görüm. A'nı müəyyən edin. A'nı müəyyən edindir. Burada da laf istəyirsə tapaq. Tapaq. Hər ehtimal qoy ürəyimizdə xal qalmasın. Problem olmasın. A üstə gəlinsin 2A üstə gəl 2 üstə gəl 2 A üstə gəl 2 bərabərdir 64 vur 4'ə. Yəni 256'ya. Buradan A 2A A. Yəni 4A bərabərdir plus 2 plus 2. 256 çıx 4 edir 252. 252 böl 4 edir 63. Əla. Yəni baxın, burada bir şey verirsiniz. Bir balaca bir qısa tənlik burada yoldaşımız biraz uzadıb. Amma yəni yenə də əla, tam doğru alıb cavabı. Yəni imtahanda vaxtınız getməməsinə diqqət etmək lazımdır. Bilirsiniz ki, orada biz vaxtla yarışırıq da yoldaşlar. Neçədə qaldıq? 6, 7'yə baxmalıyıq. 7 hardan başlayır ki? Bir saniye. 7. sual görmedim baxmam burada. Hə, 7. sual bu. Hə, 7-ci sual buradadır. Görmürdüm az qala. Deməli,
Burada karbon qazı, amonyak və metandan ibarət. Karbon qazı yoldaşlar CO2-dir, yazıb yoldaşımız əla. NH3 amonyak, CH4-dən metan. Və bu maddələrin molekullarının sayı nisbəti uyğun olaraq 3 böl 4 böl 6 kimidir. Uyğun olaraq 3 bundandır, əla, 4 bundandır, 6 da bundandır. Qarışıqda olan hidrogen atomlarının sayının oksigen atomlarının sayına nisbəti. Qarışıqda olan hidrogen atomlarının sayı. Qarışıqda hidrogen. Amonyakta 4 vur 3 12 hidrojen var. CH4'te 6 vur 4 24 hidrojen var. Toplam 36 hidrojen var. Oksijen ise CO2'de 3 vur 2 6 oksijen var. Nisbətini hesablayın. 36 bölü 6 eləyir 6. Bu RFM bizim kitabımızda olan sualdandır. Bu da 8-ci sualın da demək olar ki, oxşar formasını elə cədvəl formatında mən açıq sual kimi göstərmişdim kitabdakı. Özümüz cədvəl qurmaq tələb olunurdu. Həmin sual analoqdur elə. 20 dərəcə temperaturda 150 ml su tökdü və sonra suya 40 qram duz əlavə edib qarışdırdı. Deməli 150 ml suya 40 qram duz əlavə eləmişik. Onda 150 üstə 40 gələndə əslində 190 qram məhlul eləməli idi. Amma deyir məhlulun kütləsi 156 qram olub. Yaxşı 150 qram su. Əgər məhlul 156 qram olubsa, deməli plus 6 qramı həll ola bilib. Duzun 40 qram olması ilə deyil ki, su onu nə qədər həll eləyə bilir? Su onun cəmi 6-sını həll eləyə bilib. Deməli onda 20 dərəcədə suda, 20 dərəcə suda 150 milli əla nilüfər burada yazıb. 150 milli su 6 qram duzu həll eləyir. Bəs 100 milli nə qədər həll eləyər? Bu da 1,5 deməz 4 qrama həll eləyər. Əla. Yəni baxın 150 millimiz bizim cəmi 6 qrama həll eləyib. Bəs 100 millimiz nə qədər həll eləyər? 4 qramı. Deməli 100 millidə həll olma, baxın 100 milli üstə həll olma qrafiki verilib. 20 dərəcədə təqribən 4-dən başlamalıdır bizim qrafikimiz. 5-dən aşağı qiymətdən. Yəni Y cavabı ola bilməz. Buradan gördüyümə görə deyirəm də Y 5-dən yuxarıdan başlayır. 20 dərəcədə qrafik 4-dən başlamalıdır. Prosta 20 dərəcə gəlir düşür hara? 20 dərəcə gəlir düşür bura. Elə bil ki bu 1, 2, 3, 4, 5. Hardasa A bəndi də ola bilməz heç. A bəndində də 3-ə falan düşür yoldaşlar. Bir dənə B bəndinə baxın. C bəndinə baxın, lap C bəndinə. Elə mənə elə gəlir ki, baba C bəndi alınırsa, daha heç davamına ehtiyac yoxdur. Çünki A bəndinin alınması da sualın davamı bizi yormasın. Bax A bəndində bu nöqtəyə baxıram ki, bu nöqtə düşür. Baba, ümumiyyətlə belə suallarda biz bu damalarımızın sayına baxaq. Bax, bunu demişdim dərsdə hamınıza ki, bu 5 əgər bölgüyə bölünübsə 4, 3, 2, 1, 0. Yəni hər dama bir vahiddir də. Axı burada mənim bu nöqtəm gəlir düşür 2-yə. Axı 20 dərəcədə 2 deyil. 20 dərəcədə nə qədərdir? 4-dür. Buradakı qrafikə baxın. Buradakı qrafikdə 20 dərəcədə vəbşi 6-ya yaxın gedir. 6-7-yə yaxın gedir. Bu da olmaz. Bu da olmaz. Yaxşı. O birisi qrafikdə B bəndəki qrafikdə 20 dərəcədə ondan da yuxarıdadır. Onda davamına sualın ehtiyac varmı? Yoxdur. Məncə bu sual yazanı tərtib eləyəndə ümumiyyətlə əgər sualın davamının maraqlı olmağını istəyiriksə ki, şagirdlər əgər işləməyini istəyiriksə davamının, gərək sualı elə yazaq ki, sualın ən azından bir etap 2 bənddə eyni olsun, ikinci bənddə ayrışma geçsin. Testologiyanın qanununa görə də yəni. Onda burada yəni avtomatik olaraq B bəndi olduğu, C bəndi olduğu çıxır cavabın. Yəni davamına heç ehtiyac qalmır. Ki lazım da olsa davamında da bu prosesi 40 dərəcə temperaturda 200 milli su ilə apardıqda məhlulun kütləsi 230 qram. Yəni bunun davamını artıq yoxlayırsınız, amma ehtiyac yoxdur yəni yoldaşlar. Eyni prosesi, eyni tənasübü quracaqsınız. Amma o artıq başdan ələnir də digər cavablar. Digər sualımızda, yoldaşlar, digər sualımızda deməli 3 müsbətdir. P1 və N1, P2, N2. Y atomunun kütlə ədədini hesablayın. X3 müsbət və Y2 mənfi iyonlarının elektron sayı bərabərdir. X3 müsbət, Y2 mənfi iyonlarının elektron sayı bərabərdir. Əgər biz X-in deməli proton sayına P1 deyiriksə, onda üzəri 3 müsbətdirsə,
Bunun deməli elektron sayısı P1 çıx 3 olacaq. Düzdürmü yoldaşlar? P1 çıx 3. Çünki üzəri üç müstət o deməkdir ki, proton sayı elektron sayından 3 vahid çoxdur bu hissəcikdə. Və ikinci hissədə də y üzəri 2 mənfi kimi görürəm mən burada açığı. Yəqin ki, 2 mənfi olar y-in üzəri. Bunun da proton sayısı P2-dirsə, elektron sayısı P2 plus 2 kimi olacaq. İndi iyonlarının elektron sayı bərabərdir. Onda yazırıq ki, P1 çıx 3 bərabərdir P2 plus 2-yə. Buradan da yoldaşlar, elə bil ki, bu P2-ni atsaq bu tərəfə, 3-ü də keçirsək, o tərəfə olur deməli buradan P1 çıx P2 bərabərdir 5 olur axı. Yoldaşımız ifadəni tam düz yazıb, tam düz yazıb. Amma P1 çıx P2-yə deyəsən 1 yazıb. Niyə? Bir dəqiqə. Bax, bu P1, bunu atsaq bu tərəfə, P1 çıx 3 yazıb da, P2 də plus 2 yazıb. Bu P1-i atsaq bu tərəfə, P1 çıx P2 bərabərdir, mənfi 3 atsaq bu tərəfə, P1 çıx P2 bərabər 5 olmur. Mən səhv hesablayıram. Bərabər 5 olur axı bu. Bizim yoldaşımız 1 mi yazıb, nə yazıb orada? 5-ə də oxşuyur. Nəsə demə davam edək biz yoldaşlar. Tənlik düz gedir hələ ki. X3 müsbət. Dalınca nə var burada? Kütlə ədədlərini hesablayın. X3 müsbətin deyir elektron sayıları bunları bərabərləşdirdik. P1 plus N1 bərabərdir 27-yə. P1 plus N1 bərabərdir 27-yə. P2 bərabərdir N2-yə. N1 də bərabərdir P1 plus 1-ə. İndi yoldaşlar biz burada P1 plus N1. Yəni buradan belə çıxır ki, bizim bu proton sayımız X-imizin proton sayısı ilə neytron sayısı arasında bir vahid fərq var. Buradan görünür ki, N1 bərabərdir P1 plus 1-dirsə, N1 bərabər P1 plus 1-dirsə və P1 ilə N1-in cəmi 27-dirsə, gərək X-in proton sayısı 13, neytron sayısı ondan bir vahid çox 14 olsun ki, ikisi bir yerdə cəmi 27 olsun. Bu 13, bu 14, bu da 27 oldu. İndi burada da yoldaşlar davamında, mesela biraz narahat oldum bu hissəyə görə. Davamında da nə olacaq yoldaşlar? Nə istəyir bizdən? Y atomunun kütlə ədədini hesablayın deyir. Y atomunda isə deməli, hanı Y? P2. Deməli, P2 ilə bağlı nə məlumat var? P2 bərabərdir N2-yə. Yəni, bu Y atomunun proton-neytron sayı bir-birinə bərabərdir. Axı, biz X-in proton sayını tapmışıq. X-in proton sayı P1 idi. Əgər P1 13-dürsə, P1 13-dürsə, 13 çıxılsın, nə 5 eləyər? 8 5 eləyər də, elə? 13 çıx 8 5 eləyər. Onda deməli, Y-in proton sayısı 8 olacaq, P2 8 olacaq. Əgər P2 8-dirsə də, P2 8-dirsə də, onun da neytron sayı birbirine bərabər, burada 8-dirsə də, burada 16 olacaq. Düz tapı bax yoldaşımız, nə yaxşı. Bayaqdan inanırsınız, stres içində yoxlayıram bu sualı ki, burada P1 çıx P2-yə 1 yazıb. Yəqin ki, bu 5-dir, mən bunu əyri düşüb deyə 1 kimi gördüm onda. Nə yaxşı, əla, əla. 16 yazıb da yoldaşımız. Deməli, yoldaşlar, problem yoxdur yəqin ki. Burada bunun proton sayısını 13 tapdıq, neytron sayısını 14 tapdıq, kütlələri 27, hər şey düz gəlir. Daha sonra da bunun P1 çıx P2 bərabərdir 5. P1 əgər bunun 13-dürsə, 13 qoyanda P2 buradan çıxır 8. Y-in də protona neytrona bərabərdir 8, 8, cəm 16. Əla, əla. Anlarsınız, ürəyim düşə yoxladım bunu. Nəsə, davam edək. Davam edək. Nilüfer, sən o 1 mi yazmısan, 5 mi yazmısan, mənim ürəyim düşdü, bax. Yaxşı, 15-ci sual. Deməli, X maddəsinin müxtəlif temperaturlarda suda həll olması verilmişdir. Onun 50 dərəcə 250 qram suda hazırlanmış doymuş məhlulunu 20 litrə 100 qram maddə tökür. Bu bizim uşaqlar üçün yəqin ki 2/2-dir bu sual.
Çünki belə suallar, çəkmə sualları falan çox işləmişik. 20 dərəcədə baxın deyir ki, suda həll olması verilmişdir. Onun 60 dərəcə 250 qram suda hazırlanmış doymuş məhlulunu 20 dərəcəyə qədər soyutduqda 100 qram madə tökür. Deməli, burada söhbət əgər doymuş məhluldan gedirsə, dönə-dönə demişik ki, biz artıq tənasübü məhlul üzərindən qurmalıyıq. Yəni, bizim əgər burada A qədər A qədər 60 dərəcədə A qədər həll olmamız varsa 100 milli suda, onda biz burada yazmalıyıq ki, belə deyək də A plus 100 qədər məhlul var. Çünki 100 millidə 60 dərəcə temperaturda bu maddə A qram həll ola bilirsə, bunun məhlulu olur 100 plus 60 qram məhlul olur. 100 plus 60 qram məhlul olur. Bu bizim kitabdakı sualın qrafikin cədvəl formasıdır. Birə-bir eyni yəni. 100 plus 60 qədər, 100 plus 60 nədir? Üzr istəyirəm. Allahu ekber. 100 plus A qədər, yəni 60 dərəcədə A qram həll olur axı. A qram maddə həll olur, 100 qram da su var. Onda bunun yaratdığı məhlul bir yerdə ümumi 100 plus A qədər məhlul eləyir. 100 plus A qədər məhlulu soyudanda 60 dərəcədə A qramdır, 20 dərəcədə 80 qramda həll olunur. Arada tüküntü A artıq 80 qədər olur. 100 plus A qədər məhlulu soyudanda A artıq 80 qram duzun çökməsi baş verir. Az 80 qram duzun çökməsi baş verir. Bizə də deyir ki, 250 qram suda hazırlanmış doymuş məhlulu, bu doymuş məhlul suda deyir ki, bilmirəm 250 qram məhluldur. Mən də məhlulla işləyirəm, sevinəcəm ki, çətin sualdır. 250 qram suymuş yoldaşlar. Sudursa heç nə də, burada heç tənasübə ehtiyac yoxdur. Heç nə, sadə sualdır onda. 250 qram su sözünü oxumamışam, 250 qram doymuş məhlul oxumuşam. 250 qram sudan söhbət edirsə yoldaşlar, onda heç nə 100 milli suda bizim çöküntümüz nə qədərdir? A-dan 80-ə düşür. Yəni burada A qram əlli olurdu, burada 80 qram əlli olur. Düzdürmü? 20 dərəcədə. 100 milli suda çöküntümüz A açıq 80 qramdır. 250 qram suda isə çöküntümüz 100 qramdır. 250 qram suda isə 100 qram maddə çökür. 100-də A açıq 80, 250-də isə 100. Buradan da A açıq 80 bərabərdir. 100 vur 100 böl 250. Elə bil ki, 1000 böl 250 nə deyir? Bir dəqiqə. İşte ben de 400 eləyir, 40 400 eləyir də yəqin ki elə, yoxsa yox. 100 dərəcədə açıq 80 qram duz çökür, 100 qram maddə çökür. 20 soyutluqda 100 qram maddə çökür də, hə. Deməli, bu 250, 40 eləyir, 40, hə. 400 hesabım. A bərabərdir 120. Əla. Əla Nilüfər. Deməli dostlar, bir dənə istəyirsiniz qeyd edək. Yəni baxın, biz bunu qrafiklə bu formada işləyirdik ki, bir maddənin həll olma qabiliyyəti, məsələn, bu 60 dərəcədə deyək ki, bu A qram həll ola bilir. Bu aşağı temperaturda isə 80 qram həll ola bilir. Bu maddəni soyutduğumuz zaman duzun çökməsi baş verir. Bəs nə qədər duz çökür? Burada A-dır, burada 80-dir. A-dan 80-ə düşürsə, deməli, məsələn, bura deyək ki, 100 qram olsaydı, 100-dən 80-ə düşəndə 20 qram töküntü verəcəkdi. A-dan 80-ə düşdüyü üçün A açıq 80 qram töküntü verəcək mənə. Yəni, aradakı fərq qədər çöküntü olur. Yəni, bizim çöküntümüz A açıq 80 qramdır. 100-də A açıq 80-dirsə, 250-də 100-dür. A da bərabərdir, burada nə deyir? 120. A da bərabər deyir 120. Əla. Deməli, şagird Ansal da deməli, laboratoriyada pozmur. Deməli, naməlum maddənin dadına baxmaq, dada baxmaq qəti qadağandır. Yanıcı maddə işarə olunmuş alova yaxın qoyaraq çantasından qələm götürür. Bu da olmaz. Yanıcı maddə ümumiyyətlə diqqətli olmaq lazımdır. Alova yaxın yerə qoymaq olmaz. Maddənin iyini müəyyən etmək üçün onun buxarını əli ilə özünə tərəf istiqamətləndirir. Bəli. Yəni əlimizlə özümüzə doğru iyisini istiqamətlendiririk ki, qoy iyinə baxaq, görüm necədir iyi. Kimyəvi maddələrlə zəhərlənən sinif yoldaşını təmiz havaya çıxarır və məktəb həkimini çağırır. Əla. 3 ilə 4 tamamilə doğrudur.
18-ci sual. Uyğunluğu müəyyən edin. Bu da bizim kitabdakı sualın bir eynisidir demək olar. Burada yoldaşlar, deməli bu qırmızı hidrogen və helium qarışığı, hə, bu hidrogen və amonyak qarışığı, su buxarı və karbon qazı qarışığı. Deməli yoldaşlar, hidrogen və amonyak qarışığı. Hidrogen bilirsiniz ki, H2, yəni eyni iki dənə atomun yaratdığı bir molekul olmalıdır. Burada görürəm. Və heliumdakı amonyak da. Amonyak isə yoldaşlar 3 dənə atomdur. Helium isə tək atomludur. Ona görə baba bu helium tək atomlu, bu 2 dənə də HH hidrogen molekulu. Onda 1-ə B olacaq. Eyni qaydada hidrogen bu HH, H2 molekulu, NH3 isə yoldaşlar bir dənə azot, 3 dənə hidrogen atomu ilə görüşdüyü üçün bir dənə göy, 3 dənə də boz rəngli atom olur NH3. Əla. Bir dəqiqə, yox. Bunu NH3-ü yuxarı qaldırmalıydım. Bu C. Bir də ki yoldaşlar, karbon qazı və su buxarı da burada olacaq. 3-ə də A. 19-cu sual. Deməli, iyonların proton sayı, elektron sayına əsasən kationları müəyyən edin. Kation yoldaşlar, proton sayı böyükdür, elektron sayı olmalıdır. Hansında proton sayı böyükdürsə, ona kation deyirik də, bilirsiniz ki. Deməli, bu A plus 1 A. Elektron A'dır, proton A plus 1. Y kationdur. X'də A plus 2, A plus 1. X də kationdur. Deməli, başqa elə X ilə Y kationdur. Digərində bunda elektron böyükdür T-də olmaz. X-dən Y kationdur yoldaşlar. Hamısı birə-bir işlədiyimiz suallardır yoldaşlar. Fikir verirsiniz. Qeyri-metalları müəyyən edin. Qeyri-metallar azot, brom, oksigen. Sinklə xrom metaldır. Əla. Bu da elə. Arada mən deyəsən bu 10-cu sual falan itirmişəm. Hə, bu səhifəni arada itirmişik deyəsən. Yaxşı, tez-tez buna da baxaq. Deməli, mətndə altından xətt çəkilən hansı hissə doğru göstərilməyib? Atmosferin alt qatının tərkib havadan təşkil olunub. Hava isə hidrogen və oksigen qazlarından. Havada hidrogen, əslində yoldaşlar, havada hidrogen olur. Prosto ppm çox az, çox az miqdarda olur. Ona görə biz onu götürmürük yəni. Əslində heç olmur demək doğru deyil belə baxanda. Çox cüzi miqdarda olur. Bəlkə də 0,1 mində 5-dirmi, mində 5 ppm-dirmi, nə qədərdir də həddən ziyada çox cüzi bir rəqəmdir. Ona görə onu yoxmuş kimi götürürük. Hidrogen yoxdur havada, belə götürürük. Oksigen var. Havada olan oksigen canlı orqanizmlərin tənəffüsü zamanı və fotosintez prosesində istifadə olunur. Oksigen fotosintez prosesində istifadə olunmur yoldaşlar. Fotosintezdə karbon qazı alınır, oksigen qazı verilir. Hə, deməli yoldaşlar, fotosintez prosesində istifadə olunması səhvdir, doğru göstərilməyən hidrogen, bir də fotosintez prosesi söhbəti doğru göstərilməyib. 1 və 4. Eyni olanları müəyyən edin. İzotoplar üçün, bax bu o gün elə ən sonuncu dərsdə təkrarda soruşduğumuz sualdır. Və kitabımızda da elə, lap elə açın, bax bu səhifəni göstərim ki sizə. Bunu düzəməlli öyrənəsiniz. Bax, buna bir dənə diqqət eləmək lazımdır. Hər şey yoldaşlar, bax, qeyd olunub. Kitabları diqqətlə oxumaq lazımdır. Kitabları diqqətlə oxumaq lazımdır, hamısını. Bu elə ən sonuncu təkrar gündə. Bu bayaqki çöküntü qrafiki bizim elə kitabdakı qrafikimiz idi. Burada izotop atomlarda eyni olma məsələsi də yoldaşlar. Baxın, izotop atomlarda eynidir, izotop atomlarda müxtəlifdir. Neytron sayı müxtəlifdir, kütlələri də müxtəlifdir, yayılma faizi müxtəlifdir, fiziki xassiyyə müxtəlifdir. Proton sayı ilə kimyəvi xassiyyə isə eynidir yoldaşlar. Yəni, proton sayı eynidir, başqa heç nə. Buradakılardan başqa heç nə. Bir də kimyəvi xassiyyəti olsaydı eyni olardı. Neytron sayı da eyni deyil, kütlələri də eyni deyil. 11-də A. Tərkibi dəmir və kükürddən ibarət olan iki müxtəlif nümunə A və B verilmişdir. A nümunəsi içərisində dəmir hissəcikləri mikroskop altında aydın görünür. Bu nümunənin su əlavə etdikdə dəmir suyun dibinə çökür. B nümunəsi bərk qara rəngli maddə olub maqnitə cəzb olunmur. Aha.
Deməli, yoldaşlar, baxın, burada nəyə diqqət edirik? Əgər A nümunəsi dəmir hissəcikləri mikroskop altında aydın görünürsə, bu o deməkdir ki, A və B-nin qarışığıdır. Əla, tam doğru yazıb yoldaşımız, A və B-nin qarışığıdır. Digəri isə yoldaşlar, qara rəngli maddə olub, maqnitlə cəzb olunur. Bu isə yoldaşlar, deməli, kimyəvi birləşmədir. Tamamilə doğru yazıb yoldaşımız. B nümunəsi fiziki üsul təcrid hissələrinə ayrıla bilər. B nümunəsi kimyəvi birləşmə olduğu üçün kimyəvi birləşməni fiziki üsullarla tərkib hissələrinə ayırmaq olmaz. Ona görə D bəndi doğru deyil yoldaşlar. Bax, bunu da göstərəcəm. Bu da deməli qarışıqların ayrılmasında saf maddə və qarışıqlar. Saf maddə və qarışıqlarda yoldaşlar. Baxın, məsələn, A tənəffüsə kömək edən rəngsiz qazdır. B qara rəngli yanıcı bərk maddədir. Məsələn, fikir verin. Deməli, B qara rəngli yanıcı bərk maddədir. Sonra X-in tərkibində olan A ilə nəfəs almaq mümkün deyil. Y-in tərkibində isə qara rəngli yanıcı bərk maddədir. Yəni, burada biz birəbir eynisini işləyirik də bunların ki, məsələn, Y-in tərkibindəki B qara rəngli yanıcı bərk maddədir. B qara rəngli yanıcı bərk maddə idi. Y-in tərkibində də yenə eyni şey olaraq qaldı. Deməli, Y nə idi? Y bir qarışıq idi ki, o saxlayırdı fiziki xassələrini. Amma A tənəffüsə kömək eləyən rəngsiz qaz idi. Yenə amma indi burada artıq X-in içində A ilə nəfəs almaq olmursa, deməli A kimyəvi birləşmədir. Yəni birəbir baxıb fikir verirsiniz yoldaşlar, ona görə deyirəm, verilən tapşırıqları birəbir yerində işləmək lazımdır ki, doğru cavabları yaza bilək. Ona görə burada cavabımız D bəndi olacaq. Hansı kimya laboratoriya avadanlıqların adı doğru göstərilmişdir? Deməli, Yumridib kolba, Erlenmeyer kolbası, Erlenmeyer doğrudur. Çini kasadır bu. Səhv veriblər. Ştativ doğrudur. Aha. Burada deməli 2 və 3. 2 və 3. Əla. 2 və 3. Buna nə veriblər? Kimyəvi səkan veriblər, doğrudur. 2 və 3 doğrudur. Əla. Nilüfər, hələ ki düz gedir. Deməli, metalların xassələrinə uyğun tətbiq sahələri hansı halda doğru göstərilmişdir? Metallar və ərintiləri bərk, sərt olur. Bərk olurlarsa konstruksiya hazırlanmasında istifadə bilər. Bəli. Elektrik keçirirsə, qab hazırlanma hara elektrik keçirmələr. Bax, bu ən son dərsdə o 2 dəfə sınaqda bir sual var idi. Platindən hazırlanma sualı. Onu da orada qeyd elədik, xatırlayırsınızsa ki, yəni bir şeydən, məsələn, elə alüminiumun özünü demişdim hətta dərsdə, xatırlayırsınızsa ki, alüminium, əgər mən alüminiumdan elektrik naqili istifadə edirəmsə, alüminiumun tutaq ki, ağır olması və alüminiumun nə bilim, deyək ki, nə formada deyim, digər xassəsi mənə nə önəm var ki, mən əgər bundan elektrik naqili hazırlayıramsa, bunun elektrik keçiriciliyi deməli mənə önəm daşıyır. Bu fikirə fikir vermək lazımdır. Elektrik keçiriciliyi yaxşı olmalı. Və ya mən tutaq ki, poladdan bir ATP-niya hazırlayıramsa, ATP-niyanın elektrik keçiriciliyi mi maraqlıdır mənə? ATP-niyanın istilik verməsi maraqlıdır. Deməli, bunun istilik keçiriciliyi maraqlıdır mənə. Bu şeylərə diqqət etmək lazımdır. Metal parıltısına malikdir. Metal parıltısına maliksə zinət əşyası hazırlamaq olar ki, gözə xoş, gözə gəlimli olsun. Metallar istidən genişlənir. Civədən termometri bəli, ona görə hazırlayırıq. Qızdırmamız olanda istidən genişlənir, soyuqda sıxılır. Metalların ərimə temperaturu yüksək olur. Misdən elektrik naqilləri. Ərimə temperaturunun yüksək olması elektrik naqilləri hazırlanmasına yox, elektrik keçiriciliyinə deməli əsaslanır. Deməli 1, 3, 4. Əlasan Nilüfər. Hələ ki hamısı düzdür. 20-yə kimi hamısını yoxlamışdıq. Sonuncu səhvədir Nilüfər. Burada da səhvsiz olsan sənə asobu qonaqlıq verəcəm Nilüfər. Sxemə əsasən doğru ifadələri müəyyən edin. Deməli, burada demişdik ki, birinci təbəqədə 2, ikinci təbəqədə burada 8 elektron var. Burada 2 elektronu var bunun. Baxıram ki, artıq burada 2 elektron yoxdur. Xarizdəki 2 elektron yoxdur. Onu itirib. 2 elektron itiribsə, deməli 2 elektron verib.
2 elektron vermişəmsə, elektron demişdik bərabərdir. Uşaqlar anlasın deyə pis bir şey. Yəni mənfi bir şey. Elektronu verirəmsə, o zaman nə olmalıyam? Yaxşı biri olmalıyam, müsbət biri olmalıyam. Elektronu verdiyim üçün müsbət 2 yüklü katyona çevriləcəm. Və proton sayı dəyişmir. Hə, bax, bunu da dönə-dönə. Keçən dəfə dərsdə də bunu dedik ki, uşaqlar, proton sayı bərabərdir. Həmin atomun şəxsiyyət vəsiqəsində o fin kod olur, sanki. Hərə üçün bir dənə fin kod var, şəxsiyyət vəsiqəsində. Ona tərcih dəyişmir. Hərəyə özəldir. Unikaldır. Eyni qaydada da hər bir atom üçün də proton sayı sabitdir, dəyişməzdir. O elektronları verə bilər, elektronları ala bilər. Amma o protona toxunmaq ancaq nüvə reaksiyası, bu da bizim işimiz deyil yəni. Kimyəvi reaksiyalarda elektron veririk, elektron alırıq. Nüvədəki protona toxunmaq olmaz. Yəni demişdik, belə düşünün də. Elə bil bu ətrafdakı elektronlar o atomun sanki paltarıdır, belə düşünün. Onu çıxara bilərsən, geyinə bilərsən, ala bilərsən, verə bilərsən elektronları, amma nüvəyə toxunmaq olmaz. Atomun nüvəsi toxunulmazdır. Nə mənada toxunulmazdır yoldaşlar? Yəni kimyəvi reaksiyalarda atom bir, nə bilim, elektron ala bilər, 5 elektron verə bilər. Yox, artıq radioaktivlik nüvə reaksiyaları zamanı, onda nüvəyə toxuna bilərik. O da dediyim kimi nüvə reaksiyaları ayrıdır. Kimyəvi reaksiyalarımız bizim, yəni bir maddə ilə görüşəndə, başqa bir elementlə görüşəndə və s. orada elektron alış-veriş edirlər sadəcə. Maqmatik suxur deyil, mərmər metamorfik suxurdur. Bazalt, obsidian, qranit, bunlar əla. Bazalt, obsidian, qranit. Bunlar deməli maqmatik suxur deyil, mərmər. Mərmər bir də qneys idi də, düzdür? Bunlar əzbər məsələləri nisbətən, mərmər. Deməli, X-in proton sayını müəyyən edin. Bunlar bəzən mənə də yadımdan çıxır, inanırsınız. Əzbər məsələləri deyə bunlara diqqətli olmaq lazımdır. Əzbər məsələləri deyə. Bunlar bəzən müəllim də olsa yaddan çıxa bilir, yəni. İmtahan əvvəli mütləq onları təkərləmək lazımdır. X-in proton sayını müəyyən edin. Deməli, bu da yoldaşlar. Sadə sualdır. X üstə gəlinsin 4 dənə oksigende 32 elektron, əlasan Nilüfər. Üstə gəlinsin 3 mənfi olduğu üçün əlavə üstünə 3 dənə elektron gəlirik. Bərabərdir bu A-ya. Y üstə gəlinsin 3 dənə oksigen olduğu üçün 24. Üstü 2 mənfi olduğu üçün üstü 2 dənə gəlirik. Bu da bərabərdir B-yə. Bu A, bu da B. İndi burada A plus B 82. Yəni bu gördüyümüz X plus 35 ifadəsi, yəni bunu cəmləyirik. AX plus 35-ə bərabərdir. B isə Y plus 26-ya bərabərdir. A plus B 82-dir. A minus B 18-dir. İndi burada X plus 35 plus Y plus 26, bunların ikisinin cəmini 82-yə bərabər eləyiblər. A çıx B. Yəni X plus 35-dən çıxıblar. Y çıx 26 da çıxanda bunu mənfi olur. Bərabər bunu da 18 ediblər yoldaşlar. Deməli burada da yoldaşımız hesablayıb. Burada yəqin ki, inanmıram Nilüfər səhv eləyər. Çünki gedişat tamamilə doğrudur. Lap elə bu tənlikləri bir-biri ilə cəmləsək, yoldaşlar, bu tənlikləri bir-birinə cəmləsək. Buradan elə Y-lər gedər, mənfi 26, müsbət 26 gedər, qalar 2x plus 70 bərabərdir 100 eləyər. 2x bərabərdir, eləyər buradan 30, x bərabərdir 15. Nə gözəl, nə gözəl, nə gözəl. Almaz, qrafit. Şəffaf, rəngsiz maddədir. Almaz şəffafdır, rəngsiz maddədir, düzdür. Elektrik cərəyanını keçirir. Qrafit cərəyanı keçirir, almaz cərəyanı keçirmir. Demişdik ki, qrafitdə sərbəst elektronlar var, onlar cərəyanın keçməsinə kömək eləyir. 2-yə B, əla. Karbon atomlarından təşkil olunub. Bu ortaqdır, çünki ikisi də karbonun modifikasiyası, şəkil dəyişməsidir. Karandaşların içliklərini təşkil edir. İçlərini təşkil edir demək yaxşı çıxmır, nəsə cümlə biraz xoşa gəlin deyil.
Karandaşların içişlərinin hazırlanmasında istifadə edilir. Yəni bu yer var da burada. Bir cümlə bunu biraz artırıb səliqəli cümlə yazmaq olardı məncə. Karandaşların içişlərinin hazırlanmasında istifadə olunur. Belə yəni. 25 şəkildə nə təsvir olunmuşdur? Şəkildə yoldaşlar, qazma bu birə-bir, vallahi billah oxumursunuz çox. İndi söhbət Nilüfərdən getmir ha. Oxusaz bu sualları cavablamama kimi şansınız yoxdur. Niyə? Bax, indi gördüyünüz atomdakı elektron sualı, düzdürmü? Baxın görün, birə-bir burada varmı yoxsa yoxmu? Bax, birə-bir görün burada varmı yoxsa yoxmu? Bax, birə-bir. Həmin gördüyünüz o cədvəl sualları, elektron sayı. Varmı yoxmu? Var. Keçirəm indi gəldiyimiz axırıncı sualın da izahına. Gəlin burada baxaq onun izahına. Birə-bir. Fikir verin bir dənə. Fikir verin, səbəbin izahına baxın. Təzyiqi artıranda qaz molekullarını məhlulun içərisinə daxil olmağa məcbur edirik. Çünki qaz molekulları uçucu olduğu üçün uçub qabı tərk edirlər. Biz təzyiqi artıranda sıxıb onu salırıq qabın içərisinə. Ona görə də həll olması qazların təzyiqdən düz mütənasib olur. Təzyiq artdıqca qazların suda həll olması artır. Bu da birə-bir danışdığımız məsələ yoldaşlar. Nilüfər, afərin bala, birincisən. 25-də 25. Qonaqlığın bala hazırdır. İşte təbrik edirəm uşaqlar hər birinizi. Hər birinizə uğurlar arzulayıram. Allah amanında görüşərik inşallah.